Bir nəfər gəlir, bir neçə nəfər İmam Baqirin yanına deyir ki, İmam Baqir əleyhissalama deyirlər ki, biz sizin yanınızda olanda yaxşı halda oluruq. Söhbətlərə eşidəndə, xütbədə, danışanda. Amma buradan ayrılanda halımız xarab olur, o halı qoruya bilmirik. Danışır İmam Baqir. Uzundur söhbətli, uzun deyəndə yəni toxunmaq istəmirəm. Belə bir söz buyurur, siz insanlar günah eləməsəydiniz və Allahdan bağışlanmaq istəməsəydiniz, لَخَلَقَ خَلْقًا حَتَّى يُذْنِبُوا ثُمَّ يَسْتَغْفِرُوا. Allah başqa məxluqlar yaradardı ki, onlar günah eləyib tövbə eləsinlər. Allahın bu prosesdən xoşu gəlir. Yəni, naumid olmayın günah eləyəndə. İstəyir ki, gəlsinlər, üzr istəsinlər ki, bağışlasın. Allahın bağışlayan sifəti nə zaman başlayır işləməyə belə deyək? O zaman ki, gəlirlər üzrxahlığa. Gəlməyəndə o boyda rəhmət işləmir. Qoymursunuz ki, gəlsin sənin halva şamil olsun. Bəndə Allah münasibətində rəhmət belə başlayır cuşa gəlmək.